Yaxınlarda bir dənə video paylaşmışdım. Haradakı deyirəm ki, bir qadın bilə-bilə ki, kişinin həyat yoldaşı var, ailəsi var, uşağı var, yenə də o insandan bir yerdədir, yaşayırlar, ora-bura hoqqa verirlər də. O kişinin də hörməti yoxdur deməli ailəsinin qabağında, yəni ailəsini sındırır hansısa bir qızın qabağında. O qız da ki, özünə hörmət eləmir. Çoxları mənə kommentariyada yazdı ki, mən bir qadın öz həyat yoldaşına xəyanət edirsə, başqa bir oğlanla, o oğlanın da xəbəri var ki, bunun ailəsi var, yenə də bundan bir yerdədir. O halaldır yoxsa haramdır? Sizin başınıza dönərəm. Bəyəm, xəyanətin halallığı olur. Xəyanətin yoxsa fərqi var, bu qadındır, yoxsa kişidir. Bu adbolos bir insandır. Bu özünə hörmət eləməyən bir insandır. Ailəsini kiminsə, hansısa bir dılqırın qabağında, hansısa özünü tanımayan qızın ya oğlanın qabağında sındıran bir insandır, bir şəxsdir. Burada hansı halallıqdan söhbət gedə bilər? Hansı hörmətdən söhbət gedə bilər? Fərqi nədir? Qadın getdi, kişiyə xəyanət elədi, yoxsa kişi getdi qadına xəyanət elədi. O bilən insanlar var, hansı ki bunlarla hoqqa verirlər, bilə-bilə ki bunun ailəsi var. Onlar vəbşi unitaza bərabər insanlardır. Onların vəbşi hörməti yoxdur, cəmiyyət içində yerləri yoxdur. Xəyanət edənlərin də heç harda yeri yoxdur, yəni heç harda hörməti yoxdur. Nədir ki, belə bir şeydə, belə bir hadisədə demək lazım deyil. Allah tərəfdən mənə sevgi gəlib ki, kimisə sevəm, başqa birisini sevəm. Allah Taala elə sevgi vermir, o şeytan əməlidir. O Allah Taala'nın əməli deyil. Allah Taala'nı bura qatmaq lazım deyil.